İstanbul'da təkkəçi İbrahim Çavuş adında bir nəfər olub. Bu hey deyərmiş ki, kaş var dövlətim olaydı, Allah yolunda bir məscid işdirəydim. Bu da kasıb fəqir bir insandır. Bunun da ətrafında tanıyan insanlar elə bu arzusuna görə hey qulaq asırlar buna, amma təbəssüm edirlər, gülümsüyürlər ki, yəni sən hara, məscid işdirmək hara? Günlərin bir günü həmin İbrahim kişi yatır yuxusunda görür ki, Bağdadda bir məntəqə var, həmin məntəqədə bir üzüm bağı var. İbrahim kişiyə deyilir ki, get həmin bağda üzüm bağından 2 salxım üzüm ye. Bu biraz düşünür, təkrar 2-ci dəfə yuxunu görür, təkrar 3-cü dəfə görür. Bu yuxunun bir işarə olduğunu fərqində olur və Bismillah deyib yola çıxır. Heç kəsə heç nə demir. Gedir həmin məntəqəyə çatır, o məntəqədə bağ sahibinə yaxınlaşır. Ona deyir ki, bəs mən belə bir yuxu görmüşəm. Yuxuda gördüm ki, mənə deyilir, get filan bağda 2 salxım üzüm ye. Bağ sahibi baxıb buna təbəssüm edir, gülür, gətirir bunun qarşısına 2 salxım üzüm qoyur. Deyir, bu qədər yolu sadəcə 2 salxım üzümdən ötərimi qət etdin. Bir yuxudan ötərimi bu qədər yol qət etdin. Yuxu üçünmü yola çıxdın? İbrahim Çavuş da deyir ki, bəli, bunun üçün yola çıxdım. Çünki 3 dəfə təkrar yuxu görmüşdüm. Demək ki, bunda bir işarə var. Həmin Bağdadda olan kişi, ev sahibi deyir ki, mən 6 ay bundan öncə yatdım yuxuda gördüm ki, İstanbul'da Topkapı Sarayı'nın aşağısında İbrahim adında bir şəxs var. Onun həyətində bir ağac var. Ağacın altında 2 küpə qızıl vardır. Get onu çıxar. Xanıma dedim, xanım dedi ki, bu doğru yuxuya oxşuyur. Amma mən bir yuxudur deyib üstündən kestim. Mən 1-2 kisə qızıl üçün Bağdaddan İstanbul'a gəlmədim. Amma sən 2 salxım üzüm üçün İstanbul'dan Bağdada mı gəldin? Təkkəçi İbrahim Çavuş mesajın yerinə çatdığını dərk edir. Həmin ev sahibinə heç nə demədən sağollaşır, təşəkkür edir və gəlir İstanbul'a. Həmin ağacın altını qazır, 2 kisə qızılı tapır. O qızılla İstanbul'da indi həmin məscidin adına Təkkəçi İbrahim Çavuş məscidi deyirlər. O məscidi tişdirir, qızılın qalanını da məscidin hansısa hissəsində bastırır ki, bir gün gələr, əgər məscid təmirə, bərpaya ehtiyac olarsa, həmin qızılla da məscidi təkrar təmir və bərpa etsinlər. Əziz və dəyərli izləyicilər, qaydaq niyyətə. Niyyət önəmlidir. Müminin əməli, niyyəti əməlindən daha üstündür. Biz gözəl niyyətlər edək, gözəl düşünək. Bir gün Allah yer üzündə o işləri bizə nəsib etməzsə də, bizdən sonra gələn nəsillər, evlatlarımız, yaxınlarımız, bizi eşidən, dinləyən dostlarımız, İnşallah ki, yer üzündə məscidlər də tikər, Allah üçün xeyirli əməllər də edər və sədəqə-i cariyə olaraq biz də dünyadan köçsək, əməl dəftərimizə savab və mükafatlar yazılmış olar. Önəmli olan qəlbimizi təmiz saxlamaqdır, ruhumuzu təmiz saxlamaqdır. İman sahibi insanların, İslam sahibi insanların, Qur'an sahibi insanların haqqına girməməkdir. Onların haqqında mənfi rəydə olmamaqdır. Biz, haşa əstəğfurullah, Allahlıq iddiasına gəlmədik ki, insanların qusurlarını, eyiblərini araşdıraq. Yaxud elə insanlar var ki, biz onları 2 il bundan öncə tanımışıq. O gün üçün əməlləri doğru deyildi. Amma 2 il bundan öncə tanıdığımız insanları bugünkü saat etibarilə mühakimə edə bilmərik. Onların haqqında sağda, solda, aşağı, yuxarı dedikodu edə bilmərik. Nə üçün edə bilmərik? Çünki bilmirik. Bəlkə bir gün keçdi onlar, biz onlardan ayrıldıqdan sonra dərin bir tövbə etdilər, dərin bir istiğfar etdilər. Və yaxud o insanlar Allah üçün, din üçün, İslam üçün xidmət edirlər. Biz hansı haqq və hüquqlara sahibik ki, o insanların etdiyi xidmətləri aşağılayaq və yaxud onları imanda və İslamda olduqlarını ittiham edək. Bunun üçün də yönələk Allaha. Əgər Allaha doğru düzgün bəndəlik edəriksə, Allaha doğru düzgün bəndəlik edən,
qulluq edən, din üçün, İslam üçün xidmət edən insan yaranışı xoş görər yaradandan ötəri. Əgər bir qarışqanı əzməkdən ehtiyat edərsə, bir qarışqanı əzməkdən ehtiyat edən insan, özünü o cür göstərən insan, ağaca qarşı, gülə qarşı, çiçəyə qarşı həssas olduğunu göstərən insan necə iman sahibi, İslam sahibi, Qur'an sahibi insanlara qarşı mənfi rəydə və ya mənfi düşüncədə ola bilər?